Əhməd müəllimə də söz verin. Bugün çok hoş günlerden biridir. Məktəbimizin 11. sınıfı müstəqil həyata qədəm qoyur. Bizim arzumuz ondan ibarətdir ki, məktəbin, müəllimin qarşısında duran vəzifə ondan ibarətdir ki, şagirdləri vətəndaş kimi yetişdirək və onlar həyatda müstəqil hərəkət eləsinlər, amma heç vaxt büdürəməsinlər, yıxılmasınlar. Özlərini ayaq üstə saxlaya bilsinlər, irəliyə getsinlər. Binnət müəllimin indicə qeyd elədiyi kimi yeni imkanlar açılıb təhsil almağa. Öz hesabına şagirdlər ali məktəbə girə bilməsə də bir illik hazırlıq kursları oxuyub, sonra həmin orada hazırlıq kursunda verdikləri imtahanla ali məktəbin tələbəsi ola bilirlər. Buna görə də qorxmaq lazım deyil, irəliyə can atmaq, irəliyə getmək, oxumağa, öyrənməyə, bilməyə çalışmaq lazımdır. Mən Ey Gənc adlı bir şeirimi öğüt kimi, nəsihət kimi sizə tövsiyə edirəm ki, buradakı dediklərimə qulaq asasınız. Yaxşılar yaşlıdan alar məsləhət, yamanlara öyüd vermək əbəsdir. Xoşbəxtlik üçün səhvsiz bir ömür gərək, bədbəxt olmaq üçün bircə səhv bəsdir. Göz kimi özünü görmürsən ey gənc, görmək üçün ağıllı, sınanmış dost gəz. Səhvlərini sənə göstərmək üçün doğman, dost, düzgünü eyləsin əvəz. El gözü tərəzi, bax, çəkini bil. Yaxşı işlər tut ki, ağır gələsən. Səhvini göstərən güzgünü qırsan, özünü görmürsən demək hələsən. Nə deyib? Düz deyib ata-babalar. Hər işin vardır öz qanun qaydası. Hər işi tutanda yüz ölçüb bir-bir, sonda peşman olmuşsan, olmaz faydası. Sizə həyat yollarında uğurlar arzulayıram. Arzum budur ki, heç vaxt səhv eləməyəsiniz, pis yollara, pis adamlara rast gəlməyəsiniz, pis yollara düşməyəsiniz. Uğurlar arzulayıram, təhsildə də, həyatda da, can sağlığı, uğurlar. İrəliyə doğru getməyə can atmaq lazımdır. Sizə bu yollarda uğurlar olsun. Sağ olun. Tarix Yaşanaşlıq Muzeyi. Düşünür mənim səsim? Beynəlxalq Muzeylər günüdür. Həmin gündə də təsis olunub, bundan bəridir muzeyimizə müxtəlif eksponatları toplamaqla məşğuldur. Bunun bir bəndini mən muzeyimizə yazdırıb vurmuşam ki, görün o həmin bənddə nələr deyir. Şairimiz deyir ki, kim bilir neçədir dünyanın yaşı, tarixin nə qədər yazısı vardır. Hər saksı parçası, hər məzar daşı nəsildən nəsilə bir yadigardır. Nic Qəbələ rayonunun 3 qəsəbəsindən biri 2005-ci ildə status alıb, qəsəbə statusu alıb. Maraqlı bir şey var ki, Qəbələ şəhərində də 5 məktəb var. Nic qəsəbəsində də 5 məktəb var. Həmin 5 məktəbdən biri də bizim Abdalı məktəbidir. Abdalı məktəbinin Abdalıda yerləşən 3 sayılı məktəbdir. Abdalı məktəbinin yeni binasını tikib veriblər, bizə çox sağ olsunlar. Gözəl binadır. Biz də bir neçə illik həmin məktəbdə dərs deyirik. Həmin 5 məktəbdən deməli, ikisi Azərbaycan məktəbidir, üçü Rus məktəbidir. Rus dilində olan məktəbidir. Mən Nicim Diyarım mənim adlı şeirimi istəyirəm oxuyam sizə. Burada Nic haqqında çox şeyləri deməyə çalışmışam. İlk laylan beşiyimdir, arxamdır, keşiyimdir, evimdir, eşiyimdir Nicim diyarım mənim, bağım, baharım mənim. Boynunda boy atmışam, ömrə zəhmət qatmışam, çox arzuma çatmışam səndə, diyarım mənim, xoş rüzgarım mənim. Qardaşdır din, azər, ləzilərlə sərasər, dostluğu dildə gəzər, beynər diyarım mənim, tolerant yerim mənim. İlk alimi Varaşin, Yaqub Səftər və Vasil, Raçif Edik, az deyil, alim artır ilbəyi, nic elmdarım mənim, alimi varım mənim. Tikilir ev binası, daş qum gil çarxanası, olur işin əsası, nicim diyarım mənim. 5 məktəb, 2 məscid, Albandan miras qalan 3 kilsə varım mənim. Var fırlama kətəsi, öz Yaloğlu təpəsi, Qalahruz şəlaləsi, nicim diyarım mənim, fındıqlı bağım mənim.
Vardır qızıl qayası, zəhmətləndir mayası, çoxdur abır həyası. Nicim, zəkalım mənim, abırlım, ardım mənim. Gürdür həftə bazarı, ellər salır güzarı. Bu bazarda tapılır dünyanın yoxu varı, nicim diyarım mənim. Hər şeyi varım mənim, 40 qulağı yan yana. Göy-göğsü dərman cana, kimsə yox əhdi dana, xalqı vəfalım mənim. Düzə, ilqarlım mənim. Dağ düzü gül bənövşə, yaşıl aktivdir meşə. Dərman dərdik həmişə, nicim şəfalım mənim, dostlar vəfalım mənim. Regionda ilk nic sesi, nic zavod konservisi, ölkəyə salmış səsi. İşığı varım mənim, şöhrət diyarım mənim. Gözəlləşir gün bə gün, qəsəbədir, şəndir gün. Şəhər olacaq bir gün, nicim diyarım mənim. Hər şeyi varım mənim, canım diyarım mənim. Bəli, nic rayonun yox, Respublikanın məşhur kəndlərindən biri olmuşdur. Çox maraqlı bir şey var ki, hələ televiziyada bu söhbəti mən eşitdim deyir, Londonun küçələri zülmətə qərb olan vaxtı Azərbaycanın Gədəbəy rayonunun küçələrini elektrik işığı nura qərb edirdi. Bunu nə mənada deyir? Deməli, vaxtı ilə Azərbaycandan xarici işğalçılar gəlib, çoxlu misalı ilə qızılımızı daşıyıb aparırlar və bu münasibətlə orada yol da çəkiblər, işıq da çəkiblər, şey ediblər. Amma Nicdə də işıq qoru kişi, qoru dağlar deməkdir, bizdə dağlar deyirik, bu dinlərdə qoru kişi olub, Allah rəhmət eləsin hamısına, Valıq Yoxluğunun atası. Onun təşəbbüsü ilə Nicdə elektrik stansiyası quruldu. Qalaqırış şəlaləsinin, 7 metrlik Qalaqırış şəlaləsinin üzərində, deməli, rayonda işıq yanmayan vaxtı, elektrik işığı olmayan vaxtı, Nicdə elektrik işığı yanır. Nicdə hələ 30-cu illərdən zavod fəaliyyət göstərir, fındıq zavodu və sonra o çevrilib, o fındıq zavodu İbrahim müəllimin qohumları Yaqub kişi, Şəkidə olan Yaqub kişinin əli ilə deyir, o zavodun bir səki gəlib Nicdə bir növləsi təməli qoyulub, sonradan o fındıq zavodu konserv zavoduna çevrilib və o cəmaatın iş yeri olub, çox gözəl fəaliyyət göstərib, həmin zavodun məhsulları SSR-in hər yerinə, keçmiş SSR-in hər yerinə yayılarmış. Yəni, demək istəyirəm, Nic elə-belə kənd deyil, Nic elə-belə qəsəbə deyil, Nic bugün sabah şəhər olası bir ərazidir. Dünyanın hər yerindən Nicdəki Alban kilsəsinə baxmağa gəlirlər. Qədindən miras qalmış, bizə Albandan miras qalmış Alban kilsəsinə. Qəbələ də hər şeydən irəlidədir, çox şeylərdən. Məsələn, Azərbaycanın ən yüksək zirvəsi Bazar düzü 4466 metrlik Bazar düzü Qəbələdir. Mən onun simvolik bir rəmzini düzəltmişəm burada. Burada onun rəqəmini də yazmışam, 4466 metr onun hündürlüyü var. Azərbaycanda, yəni Şimali Azərbaycanda bundan hündür zirvə yox, ancaq Cənubi Azərbaycanla birləşəsi olsaq, Cənubi Azərbaycanda Savalan ondan biraz hündürdür, yəni 4821 metr hündürlüyü var. Yəni biz bu zirvəmizlə, Qəbələmizdə olan bugünkü abu-hava ilə biz fəxr edə bilərik, Nicimizlə fəxr edə bilərik, Nicimizin zavodu ilə, Nicimizin elektrik stansiyası ilə fəxr edə bilərik. Nicdə, Qəbələdə yeni bir kitab buraxıldı bu il. Bu da Qəbələ Könül Dünyamız adında kitabdır. Qəbələnin Səsi seriyasından ikinci kitabdır. Bu kitabda da mən çalışmışam ki, kəndimizdən bir neçə nəfərin şeirlərini də verək. Burada Tacəddin müəllimdən sonra deməli Nuh babanın şeirlərini və özü haqqında məlumat vermişik. Nuh baba da bizim Abdallının yetirməsidir. O 47-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində daxil olub, 52-ci ildə bitirib onu və həm də şeirlər yazıb. Müstəntiq, prokuror və s. vəkil və s. işləməklə bərabər həm də şeirlər yazıb və özünün şeirlərini də mən burada verməyə çalışmışam, onun şeirlərini. Və burada kəndimizin yazarlarından biri də Hüseyn babadır. Hüseyn babanın da şeirlərini mən burada vermişəm şəkli ilə. Özdə verilib, haqqında məlumat da verilib, Hüseyn baba haqqında. Təəssüflər olsun ki, bizim gözəl yazarlarımızdan biri də Rasim idi, şair Rasim. O, bura şeir vermədi və onu burada verə bilmədik. Və bu, bizim Qəbələnin, deməli, gözəl hadisələrindən, tədbirlərindən biridir. Və yekunda gəlib, mən onu demək istəyirəm ki, bizim Nicdə yerləşən 5 məktəbdən biri Yalolu təpənin üzərində yerləşir. Qədim dövrlərdən həmin bu ərazi Yalolu təpə adı ilə tarixə düşmüşdü. Arxeologlar, nəinki Azərbaycan, Rusiya və dünya arxeologları Nicdə, yəni Abdallıda, həmin məktəbin yerləşdiyi ərazidə Yalolu təpə adlı
bir qədim yaşayış məskəni olduğunu bilirlər. Və müəllimlərin təşəbbüsü ilə, məktəbimizin direktoru Elton müəllimin təşəbbüsü ilə biz burada muzey təşkil eləmişik. Həmin muzeyə tapdığımız eksponatları toplamışıq və çalışırıq ki, bugündən sonra da həmin eksponatları toplayıb gətirib bura yığaq. Məsələn, eksponatlardan uşaqlara bu çox böyük müsbət təsiri var. Bu saat uşaqlardan soruşsan ki, buxov nədir? Amma onu uşaqlar bilmirlər ki, buxov nədir. Mən bura qoymuşam onun bir hissəsini, atların ayağına keçirilir, bağlanır. Bu qazan, məsələn, qazan, belə baxanda adi qazandır, amma aşağısından yazmışam ki, kəsik konus, yəni həndəsi fiqur kimi bu kəsik konusu bildirir. Tatar. Tatar adi bir tatardır, məsələn. Bunu uşaqlar bilmirdi. Tatar deyəndə bilmirdilər nədirsə. Düzəltmişəm, köhnəsini tapa bilməsəmlər. Düzəltmişəm, üstündə də yazmışam. Elə burada var, altında bozar, çiynində tüfəng, əlində tatarı. Yəni bu, bizim qaçaq nəviyə aid olan bir sözdür, tatar. Deməli, xurcun, məsələn, bizim Allahyar adında şagirdimiz 655 balla universitetə qabil olunubdur. Bu tarixdə də oranın indi magistrata da oxuyur, buna uğurlar arzulayıram. Onun bir dənə notebook'tu aldı, ikinci notebook'ta gedəndən sonra bütün suallara cavab verib, həmin bu xurcunun nə olduğunu o təsəvvürünə gətirə bilməli, deyə bilməli və notebook'da ala bilməli. Və məndə də bu muzeyi təşkil eləmək, həmin vaxtdan fikirləşdim ki, belə bir şey təşkil edək, heç olmasa bugündən sonraki gələn oxuyan uşaqlarımız həmin xurcunun nə olduğunu, keçmiş əşyalarını, haftalarının, nəyənin nə olduğunu, güyümün nə olduğunu, üzənginin nə olduğunu, qənd çanağının nə olduğunu, tayqulpun nə olduğunu, badyanın, sininin nə olduğunu, tabağın nə olduğunu, tabağın dalında da bir dənə tapmaca yazmışam. Bir tabaq almaz, sabaha qalmaz. Bu da uşaqların kitablardan oxuduğu şeirlərdir, tapmacalardır. Burada hərgə var, uşaqlar vaxtı ilə deməli bunu mən evdən gətirmişəm. Məktəbə gedən uşaqlar bununla apararlarmış kitablarını, çiyinlərinə salıb apararlarmış, asan da olsun deyə. Bu məişət əşyası səbətdir, bu sinidir, deməli atlı sinidir, yaxşı iri sinidir. Bunun da arxasında bir dənə bayatımızı yazmışam ki, uşaqlar buradan bayatını öyrəniblər, əzizim sini, doldur ver sini. Mən sənə gözləymişəm, neynirəm özgəsini? Bu, deməli, hamısı həm uşaqları öyrətmək üçün, həm uşaqların ədəbiyyatımızı, tariximizi yaxşı bilmək üçün eksponatlar toplamışıq bura və qədimdən qalan əşyalardan, deməli, yerin altından tapılanlardan da bunları toplamışıq. Bunların da tədqiqatı üçün çox arzuluyuram ki, nə olar? Mən elə bir poemamda demişəm ki, Salih Qaziyevlə bitməyəydi ki, Yaloğlu təpənin öyrənilməsi. Harada bitir görən əcdadım qazan yeraltı yolların axır nöqtəsi. Yəni bizim bu Yaloğlu təpə tarixdə özünə görə ad çıxartmış, iz qoymuş bir qəbələ, çukur qəbələdən geri qalmayan bir yaşayış məntəqəsi olmuşdur. Orada tapılan eksponatları tədricən toplayırıq. Mən tamaşaçılardan da xahiş edirəm ki, kimə nə rast gəlsə saxsı qablar. Onları xahiş edərdim ki, gətirib məktəbimizdəki muzeyə təhvil versin, məktəbimizin muzeyi bir qədər də zənginləşsin və uşaqlarımıza daha ətraflı öyrədə bilək tariximizi. Tarix elə bir şeydir ki, deyir, keçmişinə daş atanlıq gələcək topa tutar. Yəni biz keçmişimizi unutsaq gələcəyə inkişaf edə bilmərik. Tatardır abici, elə bu Tatardan danışanlar uşaqlara deyirəm ki, Tatar, böyrünə İstanla yazsan olur Tataristan. Tataristan da, deməli, Türk dünyası ölkələrindən, qurumlarından birinin biridir. Paytaxtı da Kazan şəhəridir. Kazanda da nə istehsal olunur? Həm qarmon istehsal olunur, bəzi qarmonların üstünə Kazan yazılır. Həm də Kazan şəhərində, həm də Kamaz markalı avtomobillər, yük avtomobilləri, yükünün öz boşluğundan yük avtomobilləri istehsal olunur. Bizim yerin altı çox zəngindir. Bir hissəsini tapdığımız küpün fikir versəniz, nə boyda olduğu haqqında bundan təsəvvür yaratmaq olar ki, o nə boyda küpdür. Özü yoxsa bir parçası bizlər. Mən yenə də xahiş edirəm tamaşaçılardan ki, nə tapsaq gətirək muzeyə, qoyaq muzeyini zənginləşdirək. İsmail bəydən danışmama mümkün deyil. İsmail bəy bizim Qəbələnin fəxridir. Burada ona mən 110 illiyinə belə bir kalendar da bıraxdım, haqqında məlumat da vermişəm. Başda da özümün şeirində ona həsr elədiyim və bununla məqsədim odur ki, İsmail bəy xalqımızın bağları yaxından tanısınlar. İsmail bəy generaldır, 1850-ci ildə general rütbəsi verilib ona. Azərbaycanda böyük işlər görüb, buradakı şeirlə mən onun hamısını deməyə çalışmışam, nələr eləyib, Həsən Bərzələrinin hətta məlumu olub
və rus dilini ona elə öyrədib Həsən bəy Zərdabi ilə, yəni Əkinçi qəzetinin banisi, təşkilatçısı olan Həsən bəy mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin müəllimi olmuş İsmail bəy daşınlı Qəbələdə məzarı da var, ev muzeyində də çoxlu turistlər gəlir, gedir və biz nəinki İsmail bəyinin, hətta Qızıl Uçurum adlı kinonun senarisini yazan İbrahim bəy Musabəyovla da fəxr edirik. Qəbələ böyük diyardır, Qəbələdə çoxlu məşhur alimlər yetişmişdir bugünə qədər və bugündən sonra da yetişir inşallah və Qəbələnin son sevindirici bir xəbərini də bugünlərdə mən eşitdim ki, bu yaxınlarda eşitdim ki, Qəbələdən artıq akademik də var. Akademik də var. Deməli, Xalid Əlmirzəyev, mərhum alimimiz Xalid Əlmirzəyev akademik adı alandan sonra rəhmətə getdi. O da bizim Qəbələrimizin adınadır. Diqqətinizə görə çox sağ olun, minnətdarım. Sizə balalarınıza uğurlar arzulayıram. Mən bu haqda danışmadım Arçan haqqında. Ardıç ağacı, ikinci adı Arçandır bunun. Mən bu ağacın yaşını müəyyənləşdirməyə çalışanda, bunu mən atamdan soruşanda dedi ki, mən kəsməmişəm bunu, onun atası, yəni mənim babam kəsib. Bu ağacın ətri var, iyniyəndə xüsusi qoxu verir. Bu ağac çürümür. Deməli, bunun tərkibində elə maddələr var ki, orada oksidləşmə reaksiyasını getməyə qoymur. Bütün bakteriyalar, mikrobları yaxına bıraxmadığı üçün bu ağacın 300 ilə yaxın yaşı var həmin bu ağacın. 300 ilə yaxın. Bizim çəpərimizdə çıxan qayalar hələ də öz yerində bugünkü kimi qalmaqdadır. Diqqətinizə görə sağ olun. Uşaqlar. Gələcəyimiz uşaqlar. Bağçamız bağımızdır, ümid çırağımızdır, xoşbəxt sabahımızdır uşaqlar. Tumurcuqdur, fidandır, vətənə ürək candır, böyük Azərbaycandır uşaqlar. Onların da yer səma